Bismillahirrahmanirrahim. Şaban ayının 3'ünde Hazreti Peygamber Aleyhisselam'ın balası Mevla-i Mütteqiyanın Hanım Fatıma Zahra Aleyhisselam'ın hüccet yer üzerinde olan balası Hazreti Hüseyin Aleyhisselam'ın mevlüt günüdür. Bu mevlüt münasebetiyle Hazreti Hüseyin Aleyhisselam'ı seven her bir Müslümana mübarek olsun deyirik ve dünya ahirette Hazreti Hüseyin Aleyhisselam'ın yaxın, əziz, necə deyərlər, şiələrindən bizləri məhşur eləsin. Bugünkü gün Hazreti Hüseyin Aleyhisselam'ı yad eləmək, Hazreti Peygamber Aleyhisselam'ı yad eləməkdir. Bugünkü gün Hazreti Hüseyin Aleyhisselam'ı yad eləmək, yer üzərində Allah dininin qoruyucusunu yad eləməkdir. Hazreti Peygamber Aleyhisselam'ın qəlbini sevindirməkdir. İmam Rıza Aleyhisselam buyurur ki, Peygamber Aleyhisselam eşitdi ki, Hanım Fatıma Zahra Aleyhisselam dünyaya evlat gətirib. Tez gəldi və buyurdu ki, balamı mənə gətirin. Və Hazreti Peygamber Aleyhisselam Hüseyin Aleyhisselam'ı qucağına alıb alnından 3 dəfə öpdü və sağ qulağına əzan, sol qulağına iqamə dedi. Və Hazreti Peygamber Aleyhisselam kızı Fatıma Zahra Aleyhisselam'a tapşırmıştı ki, kızım heç bir vaxtı dünyaya evlat gələndə nə özün nə də başqası heç kəs ona süd verməyin və məni gözləyin. Elə də baş verdi. Hazreti Peygamber Aleyhisselam gəldi və Hazreti Hüseyin Aleyhisselam'ı ki qucağına aldı, öz dilini İmam Hüseyin Aleyhisselam'ın dilinə, yəni ağzına qoyaraq o kadar saxladı ki, ta Hazreti Hüseyin Aleyhisselam'ın necə deyərlər, doyacağı qədər saxladı və öz ağzının suyu ilə onu sirab elədi. Hazreti Peygamber Aleyhisselam nə buyurur? Buyurur ki, Hüseynu minni və ənəm min Hüseyin. Ahabballah mən ahabbə Hüseynen. Hüseyin məndən və mən Hüseyinnənəm. Hər kəs Hüseyini sevərsə, Allah onu sevər. Hüseyin Aleyhisselam'ın haqqında əgər danışsaq, bir çox tarix və hədis kitablarında şərəfli və fəzilətli hədislər qeyd edilmişdir. Hətta mən bir ayə ilə istəyirəm ki, Hazreti Hüseyin Aleyhisselam'ın kimliyini diqqətinizə çatdıram. Qur'an-ı Kərimdə İmam Hüseyin Aleyhisselam'ın haqqında hətta kəlam da var. Hansıdır o kəlam? Soruşa bilərsiniz ki, Qur'an-ı Kərimdə necə İmam Hüseynin haqqında kəlam olsun. Qur'anda mübahilə deyilən bir ayə var. Mən o ayəni danışmaqla vaxtı çox apararam, amma qısasını deyərəm ki, mübahilə ayəsi Nəcran xristiyanlarının gəlişi ilə Mədinəyə baş vermişdi. Tarixdə hər kəs onu açıb oxuya bilər. Və Ali İmran surəsinin 61-ci ayəsində Allah Teala buyurur, Estağfirullah, فَمَنْ حَاجَّكَ فِيهِ مِنْ بَعْدِ مَا جَاءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تَعَالَوْا نَدْعُوا أَبْنَاءَنَا وَأَبْنَاءَكُمْ. Və bura qədər mən ayəni oxuram, ardından oxumuram, vaxt almamaq üçün. Qur'anın buyurduğu budur ki, Allah Teala Nəcran xristiyanları ilə Peyğəmbər Aleyhisselam'ın arasında mübahisədən danışanda buyurur ki, ey Peyğəmbər, deginən, gəlin öz evlatlarınızla və biz də öz evlatlarımızla gələk, siz də öz evlatlarınızla gəlin. Yəni sabahsı gün evlatlarınızı götürün, gəlin. Əgər diqqət eləsək Qur'ana, biz bilirik ki, Qur'anı Peyğəmbər Aleyhisselam təfsir eləyir və bəzən də öz əməli ilə bizlərə onu təfsir eləyir. Biz həmin hadisədə diqqət eləsək, Hazreti Peyğəmbər Aleyhisselam səhərsi gün İmam Həsəni və İmam Hüseyin Aleyhisselam'ı və qızı Zəhra Aleyhisselam və Əli Aleyhisselam'ı götürüb gəlir. Yəni bu ayənin buyurduğuna əməl eləyir. Deyir, ey dünya, baxın, mənim evlatlım İmam Həsən budur. Sağ əlində İmam Həsəndən yapışır və bir evlat da qucağında, yəni İmam Hüseyin Aleyhisselam da qucağında dünyaya bizə göstərir ki, Qur'anın buyurduğu əbnâ və əbnâəkumda siz evlatlarınızdan gəlin, biz də evlatlarımızı götürək gələk. Peyğəmbər Aleyhisselam nəyi bildirdi bizlərə? Yəni İmam Həsən, İmam Hüseyin mənim evlatlarımdır. Buna bir misal vuraq başqa bir
Yusuf suresinin 29. ayesinde demek aye ne buyurur? Yusufu a'rid an hada vestagfiri li zenbiki inneki kunti minel khati'in. Yusuf aleyhisselama Allah hitap edir ve bu ayede görsen ki hem hitap Yusuf aleyhisselamadır hem de Züleyxa xanımadır. Ama görsen Züleyxa aleyhisselamın belə deyək, xanımın adı Kur'an'da çəkilmir. Ama ona bir məxsus kəlamla Allah işarə verir ki, vestagfiri li zembiki. Yəni sen ey Züleyxa, burada qadın cinsindədir bu ayə. Öz etdiyin günaha, səhvə görə tövbə elə ginən. İnnəki kunti minəl xati'in. Sen xata eləyənlərdən oldun ey Züleyxa. Amma Züleyxa aleyhisselam adı çəkilmir. Yəni işarə kimədir? Xanım Züleyxaya. İndi bu ayə də birbaşa Allahın xitabı kimi idi? Həzrət Peyğəmbər aleyhisselama ki, sənin evladın Həsən və Hüseyndir. Və Həzrət Peyğəmbər aleyhisselam da özünün əməli ilə bunu bizlərə təfsir elədir. Həzrət Hüseyn əleyhissalamın haqqında danışmaq aylarla bizlərə kifayət eləməz. Hər bir şəxs yaxşı bilir ki, Həzrət Hüseyn əleyhissalam kimdir. Və onun İmam Hüseyn əleyhissalamın ailəsi ilə bahəm Kərbalada İslam üçün canından keçməyi bizlərə İslamı qoruyub gətirib və başa salıbdır ki, İslam nədir? Öz əqidəsini bizlərə göstərməklə, əməllə bizlərə sübut eləmişdir. Bugünkü gündə mən Həzrət Hüseyn əleyhissalamın fəqət istəyirəm ki, mübarək hədislərindən diqqət üzə çatdırım. Həzrət buyurur ki, cəmaat dünyanın quludur. Dini yalnız dillərində zikr edirlər və onu dünyavi işlərini təmin edənə qədər qəbul edirlər. Amma çətinliklə üzləşəndə dindarların sayı azalır. Yəni biz bu hədisdə əgər diqqət eləsək görürək ki, Həzrət buyurur ki, bir çox insanların dini onların dilindədir, əməlində yoxdur. Dildə İslamdan danışarlar, əxlaqdan, filandan danışarlar. Amma bir təhlükə baş verəndə, bir çətinlik baş verəndə dini qoyub qaçarlar. Və Həzrət də buyurur ki, baxın onların danışıqlarını əməllərində axtarın. Görün onların İmam Hüseyn əleyhissalamın şücaətindən danışıb, sonra Yezidin qoşunun görməklə dindən çıxmaqlarına diqqət edin. Baxın görün necədir. Həzrət Hüseyn əleyhissalamın başqa bir hədisində buyurur ki, hər kim Allahın razılığını cəmaatın qəzəbi ilə qazansa, Allah onu cəmaata möhtac etməz. Hər kim cəmaatın razılığını Allahın razılığından üstün tutsa, Allah Teala onu cəmaata tapşırar, cəmaata möhtac eləyər. Həzrət Hüseyn əleyhissalamda hər bir İslami izzəti, əxlaqı görmək olar. Həzrət Hüseyn əleyhissalam İslamın fəxri, dünyada insaniyyətin fəxridir. Hətta həmçinin Həzrət Hüseyn əleyhissalamı düzgün başa düşən tövbənlə düzgün başa düşər. Haqla batıl arasında Həzrət Hüseyn əleyhissalam bir körpüdür. Bunu biz Kərbala hadisələrində də görə bilərik. Yezid qoşununda onun komandiri, onun sərkərdəsi olan Hür bir ömür Bəni Üməyyəyə necə deyərlər, xidmət göstərib. Və Kərbalada gəlib Həzrət Hüseyn əleyhissalamın qabağını da kəsir və onu Kərbalada saxlayır. Aşura gecəsi özü demişkən, özümü deyir, haqla batıl arasında gördüm. Baxın, bu özü tövbə qapısını insana göstərmirmi? Yəni bir insan ki özünü zalimla məzlum arasında görərsə, haqla batıl arasında görərsə, neyniyər? Həmişə təfəkkür əhlidirsə, baxırsan ki, batili, zalimi tərk edər, hətta həyatının bahasına olsa belə haqqa tərəf, məzluma tərəf meyl eləyər. Hür də əbədi özünə haqqı seçdi, məzlumiyyəti seçdi və tövbəsin qəbul olması üçün Həzrət Hüseynə tərəf getdi. Yəni Həzrət Hüseyn əleyhissalam nədir? Tövbə qapısının açarıdır. Hər kəs o açarı əldə eləyərsə və haqqa tərəf gedərsə, mütləq Allah dərgahında Əhl-i Beytin sevimli şiələrindən olar. Biz bugün münasibəti ilə bütün Əhl-i Beyt aşiqlərini
dünyada Hüseyn əleyhissalamı, Əhl-i Beyti sevənləri bir daha təbrik deyirik və dünya axirətdə Əhl-i Beytlə məhşur olmağı Allahdan arzu edirik.